gün Azərbaycanda data analitikanın hansı sahələrdə tətbiqinə daha çox ehtiyac var? Düzünü desəm, bütün sahələrdə data analitikanın istifadəsi mütləq şəkildə vacibdir. Çünki qərarlar, fikirlər müəyyən təcrübəyə və intuisiyaya yox, birbaşa dataya əsaslanmalıdır. Ən vacib data analitikanın tətbiq olunmalı olduğu ən vacib sahələr nəqliyyat sahəsi, tibb sahəsi, təhsil sahəsi. Bu sahələrin sayını çoxaltmaq olar. Amma nəqliyyat sahəsində misal üçün nəqliyyatın intellektual idarə edilməsi çox vacib məsələdir. Yəni hansı saatlarda, hansı yollarda tıxaclar daha çoxdur və o tıxacların azaldılması üçün avtomobillər hansı istiqamətə yönəldilə bilər. Bunlar hamısı dataya əsaslı şəkildə qərar verilməlidir. Bundan əlavə tibb sahəsi çox kritik bir sahədir ki, yəni hər hansı bir xəstəliyə dərmanın tapılması və yeni bir misal üçün vaksinin əldə olunması üçün bunlar hamısı minlərlə eksperimentin nəticəsində toplanmış dataya əsasən formalaşdırılmalı və onun üzərində bir nəticə əldə olunmalıdır. Təhsil sahəsində bu dəqiqə datanın əsası çox vacibdir. Hazırda təhsil sahəsinin ən böyük problemi olaraq mən nəyə görə bilirəm? Təhsil ocaqları əmək bazarı ilə hesablaşmalıdır. Təhsil ocaqları əmək bazarındakı tələbi aydınlaşdırıb, onlara uyğun sahələr inkişaf etdirməli və onlara uyğun kurikulumlar hazırlanmalıdır və bu çox vacib məsələdir. Yəni bu ixtisas universitetdə və ya universitetdə var, bu işə mütləq davam etməlidir. Yox, bu ixtisasın sonunda tələbə rahat şəkildə iş tapa biləcəkmi və ya tələbə bu ixtisasa da yönələcəksə, buna başqa hansı bilikləri öyrənmək lazımdır? Bunun hamısı data əsasında formalaşır. Qısaca cəmləşdirsəm bütün fikrimi, data xüsusilə bizim ölkədə hər bir sahəyə tətbiq oluna bilər. Bunun üçün doğru kadrların formalaşdırılması və doğru istiqamətdə investisiya aparılması çox vacibdir.